TikTok'da bir tikinti şirkətinin reklamı çıxdı qabağıma. Əlim dinc durmadı, əlaqə nömrəsinə yazdım. Dedilər, sabah səhər gəl, danışaq. Ev almaq zat fikrim yox idi ha. Reklam məni həvəsləndirdi. Səhər açılan kimi durub getdim tikinti şirkətinin ofisinə. Dedim, mən kiraya qalıram. İstəyirəm daxili kreditlə özümə ev götürüm. Kirayəyə verdiyim pulu şirkətə ödəyim. Amma bilim ki, ev axırda mənim olacaq. Yazdılar, pozdular, vurdular, çıxdılar, böldülər. Axırda dedilər ki, sənə yasamalda bir ev verə bilərik. İlkin ödəniş 25.000 verməlisən. 20 il müddətində də ayda 1950 manat ödəyəcəksən. Ürəyimdə yaşımın üstünə 20 il gələndən sonra gördüm ki, evin ödənişi ömrümlə bir yerdə qurtarır. Ürəyimdən nə tər ağrı tutdusa, səhərdən bəri sol qolumun keyi hələ də açılmayıb. Soruşdum ki, kupça var. Dedi, yox, kupça 7-8 ildən sonra olacaq. Dedim, tutaq ki, mən evin pulunu bir ilə bağladım. Kupça ala bilməyəcəyəm. Şirkətin 70 yaşlı sahibi əlini üzünə vurub, qaydasan ki, şair. Bunun ölmüşü haqqı, narahat olma. 7-8 ildən sonra o kupçanı özüm öz əlimlə verəcəm sənə. İstədim deyəm ki, ağsaqqal, sənin heç 3 il ömrün qalmayıb. Demədim. Qaydanda yolda öz-özümə fikirləşdim ki, bu ölkədə həqiqətən heç nəyə etibar yoxdur. Tutaq ki, mən hardansa ilkin ödəniş tapıb özümə ev aldım. Ayda da 1950 manat ödədim. Təsəvvür edin ki, evin pəncərəsindən Yasamal qəbirstanlığına baxdığım yerdə ASTV-də xəbər gedir ki, sən demə həmin tikinti şirkətinin sahibi Ramiz Mehdiyevin adamı imiş. Bina təcili sökülməlidir. Oradan ev alanların da hamısı vətən xainidirlər. Ona görə də elə ən yaxşısı kirayədə qalmaqdır.